Salam xanım, necəsiz? Mən sizə qarşı fikrim ciddidir. Sizi alıb dədəmə gəlin eləmək istəyirəm. Hətta. Bəli. Tutaq ki, biz tanış olduq. Mən sənə nömrəmi verdim. Nömrəmi verəndən bir müddət sonra biz görüşdük. Sonra siz bizə elçi gəldiniz. Biz nişanlandıq. Nişandan sonra evləndik. Evləndən sonra uşağımız olacaq və sən mənə diqqət ayırmayacaqsın. Sonra mən sənin əvvəl hansı xəyanətini tutacaq xəyanətini, ondan sonra boşayacağam. Boşandan sonra məhkəmələr mal-mülk davalara gedəcək və ən sonunda nə olacaq? Sizinkilər mənə gəlin gəzir deyəcək. Lazımdır mənə bu. Onda belə çıxır ki, biz evlənəndən bir müddət sonra çıxıb gedəsən dədən evinə ki, mən qaynana ilə baldızla yola gedə bilmirəm. Mən ayrı evdə yaşamaq istəyirəm. Mən gedirəm ayrı ev alıram. Biz köçürük yola. Bir müddətdən sonra sənin başqa bir yenə bəhanələrin çıxır ortaya ki, evə gec gəlir, dostlarımla görüşür, ma vaxt ayırmır. Köçürsən getsən dədən evinə. Biz boşanırıq. Mən aliment ödəyirəm. Evimin, maşınımın yarısı sənin olmur, yarısı mənim olur. Sizin evinizdəkilər mənim adımı qoyur, ya narkomandır, ya da qumarbazdır. Lazımdır sənə bu. Amma lazım deyil. Sən qadan olmaz. Sən məni var. Sən məni ayıltdın. İnanırsan şəxsən sənin o sözünə görə mən evlənməyəcəm ki, nəslim tükənsin mənim. Keçən səfər gəlmədin ha dəmlaya.